Video dərsimizdə sizə yeni 6-cı sinif riyaziyyat dərsliyindən olan düz üçbucaqlı prizmanın və silindrin səthinin sahəsini keçəcəyik. Siz baxın, adından göründüyü kimi düz üçbucaqlı prizmadan söhbət gedirsə, deməli bunun üst və alt oturacağı hər biri nədir? Üçbucaq figurudur. Yəni düz, deməli, baxın. Deməli, səthin sahəsi dedikdə uşaqlar, bizim belə deyim, loru dildə deyirəmsə, bu fiquru çöldən əhatə eləyən bütün fiqurların sahələrinin cəmidir. Baxın uşaqlar, məndə burada 2 dənə üçbucaq var. Deməli, üst oturacaq və alt oturacaq şəklində olan 2 dənə üçbucağım var. Yəni 2S oturacaq. Mən yazacağım. 2S oturacaq. Üstə gələ S yan. Yanına isə fikir veririm. Üçbucaqları əmələ gətirən 3 dənə düzbucaqlı formasında fiqur var. Yəni, mən yanlarında isə bu 3 dənə düzbucaqlının sahəsini toplayacağım. İndi dostlar, gəlin bir-bir bunlar çalışma üzərində burada bir yerdə gəlin işləyək. Deməli, keçək növbəti səhifəyə. Çalışma 1-ə baxırıq. Baxaq, çalışma 1-də A bəndində sizə verilib ki, düz üçbucaqlı prizmanın açılış şəklinə əsasən, dostlar, sizdən istəyir ki, biz onun səthinin sahəsini tapaq. Deməli, A bəndindən gedək. Deməli, baxıram ki, burada mənə verilib uşaqlar. Deməli, üçbucağın tərəfləri verilib 17. Baxın uşaqlar, deməli. Üçbucağın tərəflərinə baxın. 17, 30 və bu tərəfə çəkilən hündürlük də verilib. Yəni 8 sm. Onda S üçbucağın sahəsi, yəni oturacağın sahəsi 30 vur 8 bölünsün 2. Bu isə sizə nə verir uşaqlar? 120 sm kvadratı. S tam səthin düsturunu da mən buradan yazıram. S tam nəyə bərabərdir? S yan üstə gələ 2S oturacaq. İndi gəlin yanlara baxaq uşaqlar. Yanlarında isə nə var mənim? Deməli, var. Bir yanım 35 vur 30'dur. Üstə gələk. O biri yanımda yenə baxın 35 vur 17'dir. Üstə gələk. O biri yanımda deməli, 35'i çıxartsaq, ortaq vuruq kimi, 30 plus 17 plus 17 bərabərdir. 35 vurulsun, 64. 64'ü 2'yə vurdıq, 70. 70'i 32'yə vurdıq, deməli, bu elədir 2240 sm kvadratı. Gətirib qoyuram, bərabərdir. Onda 2240 üstə gələ 2 vurulsun 120. 2240 üstə gələ 240 bərabərdir 2480 sm kvadrat. İndi gəlin. İkinci bəndinə baxaq. İkinci bənddə B bəndində bizə var uşaqlar. Deməli, üçbucağın yenə baxın verilib oturacağı və bu oturacağa çəkilən hündürlük 16, 15. Deməli, S bərabərdir 16 vur 15 böl 2. Bu isə eləyir 120 yenə təsadüfən eyni rəqəm elədir. Bu oturacaq. S yana isə baxıram uşaqlar. Baxın, yanımda nələr var? S yanımda belə olacaq. 10 vur 17, üstə gəl 10 vur 17, üstə gələk 16 vur 10. Yəni 170, 170, üstə gələk 160. Bərabərdir 200, 340, 400, 500. 500 bu elədir santimetr kvadratı. İndi gəlin, yenə üstürü yazıram. S tam səthi bərabərdir. S yan üstə gələk 2S oturacaq. Onda 2, daha doğrusu 500 üstə gəlinsin, 2 vurulsun 120. 500 üstə gələ 240 bərabərdir 740 santimetr kvadratı. Keçdik uşaqlar ikinci suala. Deməli,
Yenə düzbucaqlı bir prizmanın bizdən tam səthinin sahəsini soruşur. Deməli, ikinci çalışma 2-yə başlayaq. Çalışma 2. Deməli, A bəndində S oturacağın sahəsini tapıram. Yenə üçbucağın sahəsidir. 8 vur 12 böl 2. Bu elədir 48 santimetr kvadratı. S yana baxıram uşaqlar. Deməli, S yanımda var. 8 vur 10 üstə gələk. Deməli, 5 vur 12 üstə gələk. Yenə 10 vur 12 bərabərdir. 80, 60 və 120. Bu da elədir 140, 260. S tam səthin sahə düsturu belə idi. 2 S oturacaq, üstə gələk S yan. 2 vur 48, üstə gələk 260 bərabərdir. 96 üstə gəl 260, 356 santimetr kvadratı. Gəldik B bəndinə. B bəndində də yenə üçbucağın sahəsi, yəni S oturacaq. Bərabərdir 3 vur 8 böl 2. Bu elədir 12 santimetr kvadratı. S yanına gələndə, baxın uşaqlar, yanında 1 var. 8 vur 10. Bir də var 5 vur 10, üstə gəl 5 vur 10. 80 plus 50 plus 50. Bu isə eləyir 180. S tam bərabərdir. 2S oturacaq, üstə gələk S yan bərabərdir. Yəni 2 vur 12, üstə gələk 180, bu isə 204 santimetr kvadrat. Gəldim 3-cü C bəndindəki figurumun sahəsini tapmağa. Yenə oturacağına baxın uşaqlar. Baxın, oturacağımda bu... Bir saniyə. Aha, baxın uşaqlar, oturacağına fikir verin. Mən burada göstərmək istəyirəm. Baxın, bu üçbucaqdır. Üçbucağın hündürlüyü və tərəfi verilib. Bu niyə belə pis yazır bilmirəm. Aha. Deməli, onda yazıram. OS oturacaq bərabərdir 10 vur 12 böl 2. Bu sizə verir 60 santimetr kvadrat. S yana gələndə, baxın, 1 var 11 vur 13, 1 var 11 vur 10, bir də var 12 vur 13. Bu da bizə verir 143, 110, bu isə verir deməli 120, 156, bu 300, daha doğrusu 300, 366, səhv eləmirəmsə uşaqlar 409 santimetr kvadratı. S-tam nə idi bizdə? S-tamın düsturu S yan plus 2S oturacaq. Bu isə sizə verir 120 üstə gəl 409, bu isə 529 santimetr kvadratı. Çalışma 3-ə gəlin baxaq. Çalışma 3. Deyir suallara hansı prizmanın oturacaqlarının sahələri cəmi yan səthlərin üzlərinin sahələri cəmindən azdır? Nə qədər azdır? Deməli, baxın, bizdən istədiyi S yan böyük olsun 2S oturacağın sahəsindən. A-dakı düzbucaqlı üçbucağın yanını hesablayıram. Deməli, belə olacaq. Bircə saniyə uşaqlar. Deməli, S oturacağı belə olur ki, 3 vur 4 böl 2, yəni 6. S yanı isə belə olacaq. S yan bərabərdir. 3 vurulsun 2.4, üstə gəl 4 vurulsun 2.4, üstə gələk 2.4 vurulsun 5 bərabərdir. 7 onda 2, 9 onda 6, üstə gələk 12. Bu sizə verir 16.8 üstə gəl 12. Bu sizə verir 28.8. Deməli, uşaqlar, 2S oturacaq 2 vur 6 eləyir 12. 12 28.8-dən kiçikdir. Nə qədər kiçikdir? 28.8-dən çıxarsınız 12-ni eləyər 16.8. Gəlin B bəndinə baxaq. B bəndində S oturacağım uşaqlar 5 vur 6 böl 2, yəni 15. S yanım isə belədir uşaqlar. 7 vurulsun 6.5,
Sonra yazarıq 7 vurulsun 6.5 7 vurulsun 6.5 üstə gələk 5 vurulsun 7 bərabərdir. 7 vurulsun 6.5 7 vurulsun 13 deməkdir. 91 üstə gəl 35 126 santimetr kvadratı. 2 vur 15 elədi yanına oturacaqlarım 30. 30 böyükdür 126-dan. 126-dan da 30-u çıxırsınız. Deyir ki, siz ki 96 santimetr kvadratı böyükdür. Və salam. Bu S oturacağın sahəsi idi. İndi 4-cü suala baxaq. Deyir ki, odunları saxlamaq üçün uşaqlar belə bir və oturacaqlarından biri və yan üzü verilmiş, düz bucaqlı prizma verilmişdir. Bunun üçün neçə kvadrat taxta lazım olacaq? Deməli, S oturacaq bərabərdir 2 vurulsun 1.2 bölək 2. Yəni 1/2 metr kvadratı. S yanımız isə uşaqlar belə olacaq. 0.8 vur 1/5 üstə gəl 0.8 vur 1/5 üstə gələ 2 vurulsun 0.8 bərabərdir. Deməli o 80 belə deyək də 12 daha doğrusu 1/2 qoy bircə saniyə uşaqlar düz hesablayaq. Burada 0.8 vurulsun 3 üstə gəl 2 vurulsun 0.8 bu elədir 4 santimetr kvadratı. S tam səthi olacaq bizdə belə. 2 vurulsun 1/2 üstə gəlsin 4. Bu isə 6/4 santimetr kvadratı edəcək. Daha doğrusu uşaqlar, sizdə burada vahid metrdir. Yəni 6-4 burada yazarıq metr kvadratı və burada da həmçinin metr kvadratı. Aydın oldu. Hər birinizə xoş deyirlər. Videoları bəyənməyi, rəy bildirməyi unutmayın.